Biz haqqın yanında durduq ya yox, ayaq şəhadət gətirəcək ki, ay Allah, bu mənim yiyəm haqqın yanında deyil. Bu başqa yerdə deyil. Sözsüz günahların hər bir şeyə görə, Zəlzələ surəsində Allah buyurur da, hər bir xırda xeyrə görə qarşılıq olacaq, hər bir xırda ziyana görə qarşılığını alacaq. Amma ən vacibi insanın haqqın tərəfində olmasıdır. Hətta haqqın tərəfində olmaq digər günahların insanın bağışlanmasına kömək olur. Eyni Yasin surəsində bir neçə ayə əvvəl oxumadı. Bima qəfər aliyyə Rabbi. O insan ki, peyğəmbərləri müdafiə elədim, onu öldürdülər, şəhid oldu. Cənnətə daxil ol deyildi. Dedi, kaş mənim qövmümlə biləydi. Allah mənim bütün günahlarımı bağışlayır. İndiyə kimi nə günahlarını bağışladı və cəaləni minəl mükremin. Məni kəramətli, izzətli, hörmətli şəxslərdən qərar verdi. Bir dənə haqqın yanında durmağı, həmin Həbib ibn Nəccar adlı şəxsin indiyə kimi bütün günahlarının bağışlanmasına səbəb oldu. O cür şəhadətə çatması. Yəni, başqa günahlar da mühümdür və çəkilmək lazımdır. Ən mühimi isə haqqı görüb onun yanında durmaqdır.